Hər birinizi xoş gördük, əziz abituriyentlər, miqyas sertifikasiya hazırlaşan müəllimlər. Sizlərlə bugün Tunc dövrü mövzusunun izahına baxacağıq. Video izahı keçməmişdən öncə kanala abunə olub, bəyənib, paylaşıb, öz dəstəyinizi əsirgəməyə bilərsiniz. İndi isə keçək mövzumuzun izahına. Tunc dövrü biz bilirik ki, 3 mərhələyə bölünür və bu mərhələlər hansılardır? Və buradan başlayaq. İlk öncə erkən Tunc dövrü, daha sonra Orta Tunc dövrü və son Tunc dövrünü qeyd edək. Erkən Tunc dövrü bəllidir ki, eradan əvvəl 4-cü minilliyin, yadda saxlayaq ki, eradan əvvəl 4-cü minilliyin ikinci yarısında başladı və erkən Tunc dövrü bəs nə zaman başa çatır? Eradan əvvəl 3-cü minilliyin sonunda başa çatdı. Erkən Tunc dövründən bağlı biz hansı məqamları qeyd edə bilərik? Ümumiyyətlə, xüsusi bu mövzunun içərisinə daxil olmamışdan öncə bunu qeyd edək ki, təbii ki, Tunc metalı nisbətən daha möhkəm idi və bunun tərkibinə mərgümüş, qalay və digər materiallar qatılırdı. Biz qeyd edirik ki, insanların ilk dəfə metalla tanış olması isə eneolit dövründə idi. Erkən Tunc dövründə bunu qeyd edə bilərsiniz ki, kişi əməyi ön plana keçdi. Kişi əməyi yadda saxlayırıq, ön plana keçir və burada ata xaqanlıq meydana gəldi. Nə meydana gəlir? Ata xaqanlıq. Bizdən soruşulsa ki, ata xaqanlığın meydana gəlməsi hansı dövrdür? Bəllidir ki, erkən Tunc dövrünü əhatə edir. Daha sonra tayfanın yaranması, təbii ki, tayfa yarandı. Söhbət hansı dövrdən gedir? Erkən Tunc dövründən gedir. Erkən Tunc dövründə sosial əmlak bərabərsizliyi meydana gəldi. Bunu da biz erkən Tunc dövrünə aid edə bilərik. Və yaşayış məskənləri bəllidir ki, hansı ərazilərdədir. Məsəl üçün, biz yaşayış məskənlərini çay kənarında qeyd edə bilərik. O cümlədən ki, təpələr və dağlıq ərazilərdə idi. Evlərin hansı formada inşa olunurdu? Düz bucaqlı formada və dairəvi formada inşa olunurdu. Bir də, məsəl üçün, biz eneolit dövründə qeyd edirdik ki, evlər də burada dairəvi və belə deyək, möhrədən inşa olunur. Ancaq bir xüsusi məqam var ki, erkən Tunc dövründə bünövrə daşdan, divarlar isə çiy kərpicdən inşa olunmuşdur. Erkən Tunc dövründə digər bir xüsusi nüanslara baxsaq ki, təbii ki, o var dövləti qorumaq üçün yaşayış məskənləri ətrafında hasarlar, yadda saxlayın ki, və qala divarları inşa olunurdu. Əkinçilik ilə bağlı bunu qeyd edə bilərsiniz ki, xırş əkinçiliyi meydana gəldi. Demək, bizdən soruşulsa ki, xırş əkinçiliyinin yaranması hansı dövrə aiddir? Erkən Tunc dövründə. Xırş əkinçiliyi nəyə əvəz eləmişdir? Toxa əkinçiliyini əvəz eləmişdir. Və sual verirsə, toxa əkinçiliyinin özü nə zaman yaranır? Bu toxa əkinçiliyi eneolit dövründədir. Eneolit dövründə isə inkişaf etmişdir. Xırşın ixtirası məhsuldarlığı artır və geniş ərazilər artıq şumlanmağa başladı. O cümlədən bunu da qeyd edə bilərsiniz ki, bu dövrdə əsas məsələlərdən biri də ondan ibarətdir ki, məsəl üçün, yeni bitki növləri becərilirdi. Yeni bitki növləri, yadda saxlayın ki, becərilirdi. Hansı dövrdən söhbət gedir? Erkən Tunc dövründən söhbət gedir. Taxılı nə ilə bitirdilər? Məsəl üçün, sümük, ağacdan hazırlanmış biz oraqla qeyd edirdik, düzdürmü? İndi erkən Tunc dövründə bunu qeyd edə bilərik ki, tuncdan hazırlanmış biçin alətləri idi ki, bunu taxılı bununla bitirdilər. Və taxıl nələrdə saxlanılırdı? Taxıl yadda saxlayın ki, saxsı, küplər və yaxud da ki, quyularda saxlanılır. Erkən Tunc dövrünün maldarlıq sahəsində isə digər yeniliklərdən biri bu idi ki, köçmə yaylaq maldarlığı meydana gəlir. Yəni, köçmə yaylaq maldarlığı və burada əsas da, məsəl üçün, bunu yarım köçmə adı ilə da qeyd edə bilərik. Yarım köçmə. O cümlədən yeni heyvan növlərinin əhliləşdirilməsi. Bizdən soruşulsa ki, yeni heyvan növləri neynədir? Əhliləşdirildi. Söhbət hansı dövrdən gedir? Təbii ki, erkən Tunc dövründən gedir. Biz mezolit dövründə qeyd edirdik ki, heyvanların əhliləşdirilməsi başlanıldı. Köhnə dərsliklərə əsasən eneolit dövründə başa çatır. Ancaq erkən Tunc dövründə isə qeyd edirik ki, yeni heyvan növləri də bu dövrdə əhliləşdirilmişdir. Əhali hansı ərazilərdə məskən salır?
bəllidir ki, dağlıq və dağətəyi ərazilərdə məskən salmışdılar. Yarımköçəri yaylaq maldarlığının meydana gəlməsini qeyd edə bilərsiniz. Əsas məsələlərdən biri də bunu da qeyd edək ki, məsəl üçün atdan qoşqu vasitəsi kimi istifadə, minik vasitəsi kimi istifadə olunurdu. Neçənci ictimai bölgüsü meydana gəlmişdi bu dövrdə? Birinci, yadda saxlayaq, ictimai əmək bölgüsü yarandı. Yəni əkinçilik maldarlıqdan ayrılır. Sənətkarlıq sahəsində inkişaf etmişdi və burada bunu qeyd edə bilərsiniz ki, sənətkarlıqda təbii ki, duluz çarxından da istifadə olunurdu. Nədən istifadə olunurdu? Duluz çarxından. Burada ibadətgah evləri də aşkar edilmişdi. Demək, sual verilsə ki, bizdən ibadətgah evləri. İbadətgah evləri hansı dövrə aiddir? Erkən Tunc dövrünə hansı ərazilərdədir? Naxçıvanda 1-ci Kültəpə, köhnə dərsliklərdən vaxtda da qeyd olunurdu, yeni dərsliklər çıxarılıb. Bu, Qazaxda Baba Dərviş, Xaçmazda isə Sərkər təpəyə aiddir. 1-ci ictimai bölgüsüdə bunu da qeyd edirsiniz. Bir də ölülər evlərin kənarında dəfn olunur və qəbirlərin üzərində kurqan tipli qəbirlər təbii ki, meydana gəldi. Bu da Erkən Tunc dövrünə aiddir. İndi isə biz Orta Tunc dövrünə keçid alaq. Orta Tunc dövrü haqqında nələr qeyd edəcəyik biz? Bir də süni suvarma sisteminin və süni suvarma şəbəkəsinin yaranması da Erkən Tunc dövrünə aiddir. Orta Tunc dövrü. Orta Tunc dövrü haqqında bunu qeyd edə bilərsiniz ki, eradan əvvəl 3-cü minilliyin sonunda başladı. Nə vaxta qədər davam elədi? Eradan əvvəl 2-ci minilliyin ortalarına qədər qeyd edəsiniz. Və Erkən Tunc dövrü ilə bağlı, məsəl üçün deyirdik ki, Erkən Tunc dövrünü Kür-Araz mədəniyyəti adlandırır. Orta Tunc dövrünü isə biz adlandırırıq boyalı qablar mədəniyyəti. Boyalı qablar mədəniyyəti. Bu mədəniyyəti sistemləşdirsək, geri dönüş edirik. Alt paleolit dövrü Quruçay mədəniyyəti və yaxud da Azıq mağarasında tapılan materiallar əsasında öyrənilir. Orta paleolit dövrü Mustiya mədəniyyəti, Eneolit dövrü Toxay əkinçiliyi dövrü və Erkən Tunc dövrü Kür-Araz, Orta Tunc dövrü isə boyalı qablar mədəniyyətidir. Məsəl üçün, bayaq qeyd elədik ki, tayfanın yaranması Erkən Tunc dövrü. Ancaq biz tayfa əgər ittifaqı deyiriksə, tayfa ittifaqı bu Orta Tunc dövrünə aiddir. Yəni, iri tayfa ittifaqları. Əmlak bərabərsizliyi isə artır. Əmlak, yadda saxlayaq ki, bərabərsizliyi nə eləmiş oldu? Artmış oldu. Əmlak və cümlənin hər zaman sonundakı feilinə fikir verək. Əgər bizdən soruşulsa ki, əmlak bərabərsizliyi yarandı, bu Erkən Tunc dövrüdür. Əmlak və sosial bərabərsizliyin artması, bu isə Orta Tunc dövrünə aiddir. Və yaxın şərq ölkələri ilə əlaqələr saxlanıldı. Hansı ölkələrlə? Yaxın şərq ölkələri ilə əlaqələr saxlanılmışdı. Bir də bu dövr bəllidir ki, 600 ilə yaxın davam etmişdi və ilkin şəhər mərkəzləri yaranmışdı. Demək ki, ilkin şəhər mərkəzləri təbii ki, yarandı. Söhbət və yaxud da ki, meydana gəldi. Hansı dövrdən gedir? Orta Tunc dövründən. Bu hansı ərazilərdə idi? Naxçıvanda 2-ci Kültəpə, Oğlan qalanı qeyd edirsiniz. Qarabağda Üzərlik təpə, Urmiyada Göytəpə. Urmiyadakı Göytəpə ilə Tobuzdakı Göytəpənin fərqi nədədir? Tobuzdakı Göytəpə Neolit dövrü, yeni daş dövrünə aiddir. Toxalar, oraq dişlər, çəkiz, balta tapılmışdır. Urmiyadakı Göytəpədə isə ilkin şəhər mərkəzlərinə rast gəlinir. Evlər də bilirsiniz ki, çay kənarlarında və o cümlədən yarğanla əhatə olunmuş ərazilərdə idi. Burada əsas məsələlərdən biri də qeyd edə bilərsiniz ki, inkişaf etmişdi. Yaylaq maldarlığı. Yəni bizdən soruşulsa ki, yaylaq maldarlığı inkişaf etdi. Orta Tunc dövrü, o cümlədən də ki, atçılıq inkişaf etdi. Bunu qeyd edə bilərsiniz. Yaylaq maldarlığında əsas yeri yadda saxlayın ki, qoyunçuluq sahəsi tuturdu. Və xüsusi bir məqam isə bu da mübadilənin gələcəkdə ümumiyyətlə bu sahələrin inkişafı, hətta qeyd edə bilərsiniz ki, mübadilənin yaranmasına səbəb olur. Mübadilənin yaranması, ticarətin yaranması bunlar Orta Tunc dövrünə aid edilir. Süni suvarma sistemindən də istifadə edilirdi. Daha sonra bunu qeyd edə bilərsiniz ki, əkinçilik maldarlıq öz növbəsində də
var idi və xüsusi bir nüans təsərrüfatın yeni sahələri yarandı. Yəni bizdən soruşulsa ki, təsərrüfatın yeni sahələri meydana gəldi. Təsərrüfatın yeni sahələri meydana gəldi. Söhbət Orta Tunc dövründən gedir. Hansı yeni sahələrdir? Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılığı qeyd edirsiniz. Bu sahələr xüsusən də Orta Tunc dövrünə aiddir. Bir də Orta Tunc dövrü yadda saxlayın ki, Azərbaycan ərazisində qədim incəsənətin çiçəklənmə dövrüdür. Demək ki, qədim incəsənətin çiçəklənmə dövrü. Söhbət hansı dövrdən gedir? Orta Tunc dövrünə gedir. Sənətkarlıq da inkişaf etdi və duluz sarxını biz həm erkən Tunc, həm Orta Tunc dövründə qeyd edə bilərik. Ancaq yadda saxlayın ki, duluz sarxından geniş istifadə cümləsi varsa, geniş istifadə, bu Orta Tunc dövrünə aiddir. Duluzçuluğun yaranması Neolit dövrüdür, istifadəsi Neolit dövründə də var. Erkən Tunc dövrü, Orta Tunc dövründə duluz sarxından istifadə olub, geniş istifadə Orta Tuncdur. Köhnə rəsmlərə əsasən, məsəl üçün duluzçuluq məhəlləsi və sobaları qeyd edirdik. O da Orta Tunc dövründədir. Bir də bu dövrü qablar üzərində müxtəlif naxışlar vurulur ki, bu da boyalı qablar mədəniyyəti adlandırılır. Metal işləmə sahəsində inkişaf edibdir. Metallurgiya sobaları təkmilləşdirildi və o cümlədəki ənənəvi bilirsiniz ki, döymə üsulları, qəlib tökmə falan bu kimi metallurgiya sahələrində inkişaf etdirilmiş oldu. Sənətkarlıqda isə toxuculuqdur, sümük işləmədir falan bu sahələrə belə deyək ki, məşğul olmaq var. Digər bir nüans isə bundan ibarətdir ki, burada əsas məqamlardan biri də toxuculuğun inkişafına təkan verən hadisə təbii ki, qoyunçuluq sahəsi inkişaf etdi və mübadiləyə belə deyək ki, gətirib çıxardır. İkinci ictimaiyyət bölgüsü meydana gəlməsi, bu da hansı dövrə aiddir? İkinci ictimai əmək bölgüsü söhbət Orta Tunc dövründən gedir. Yəni, sənətkarlıq digər istehsal sahələrindən ayrıldı. Təbii ki, burada əkinçilik və maldarlığın adını qeyd edirik. İndi isə keçid alaq son Tunc dövrünə. Orta Tunc dövrü haqqında da qeyd etdiklərimiz bunlar. Yəni, burada xüsusi nüanslara da, əsas məsələlərdə fikir verir. Son Tunc dövrü haqqında bunu qeyd edə bilərik ki, eradan əvvəl, məsəl üçün 2-ci minilliyin sonu, yadda saxlayaq ki, eradan əvvəl 1-ci minilliyə əhatə edir. 7-ci əsrdə qeyd edə bilərsiniz və yaxud da 2-ci minilliyin burada qeyd edək ki, ortaları. Digər bir nüans, dəmirdən geniş istifadə olunma da bu dövrə aiddir. Ənənəvi dərsliklərə əsasən eradan əvvəl 7-ci əsrdə qeyd edəcəyik bunu. Digər bir nüans nədən ibarətdir? Son Tunc dövründə memarlıq sahəsi inkişaf etdi. Hansı sahə inkişaf edir? Memarlıq inkişaf etdi. Və əsas məsələlərdən biri də əsas məşğuliyyət, müharibə, yadda saxlayaq ki, və hərbi iş əsas məşğuliyyət sahəsi hesab olunurdu. Binaların bünövrəsi qaya daşlarından, qaya parçaları, çay daşları, təbii ki, divarlar isə bildiyimiz kimi, belə deyək ki, kərpislərdən inşa olunur. Digər bir nüans nədən ibarətdir bu dövrdə? Əsas məsələlərdən biri təpəgöz qurğular, nələr? Və yaxud da ki, təpəgöz tiklilər, yəni siklopik tikirlər. Bu hansı ərazilərdə idi? Gədəbəy ərazisində qeyd edirik. Daha sonra isə Naxçıvan ərazisində idi. Bir də Xocabənddə də müdafiə tikirlərini qeyd edə bilərsiniz. Gədəbəydə Arıqdan, Naxçıvanda isə yeni əlavə olunmuş Çalxan qala, Xocabənddə isə Nərgiz təpənin adını çəkirik. Son Tunc dövründə bəllidir ki, Orta Tunc dövründə təsərrüfatın yeni sahələri, əkinçilik, maldarlıq, bostançılıq, üzümçülük, bunlar hamısı Son Tunc dövründə təbii ki, inkişaf edibdir və süni suvarma sistemində bəllidir ki, mövcuddur. O cümlədən duluzçuluq sahəsində isə yeniliklərdən biri budur ki, sənətkarlıqda ayaqla yadda saxlayın ki, hərəkətə gətirilən duluz çarxından istifadə olunur. Demək ki, ayaqla hərəkət gətirilən duluz çarxı Son Tunc ilk dəmir dövrünü əhatə edir. Taxılı yadda saxlayın ki, taxta bəllərlə döyürdülər. Nə ilə döyürdülər?
taxta və əllərlə. Daha sonra dəndaşlarından isə bunu üyüdürdülər. Taxıl da digər dövrlərdə olduğu kimi iri saxsı küplər və quyularda saxlanılırdı. Son Tunc ilk təmir dövründə neçənci ictimai əmək bölgüsü meydana gəldi? 3-cü ictimai əmək bölgüsü meydana gəlir. Və 3-cü ictimai əmək bölgüsü nə deməkdir? Yəni, sənətkar və tacirlər qrupunun yarandığı dövrdür. Bizdən soruşulsa ki, sənətkarlıq müstəqil sahəyə çevrilmişdi. Bu orta Tunc. Sənətkar tacirlər qrupunun yarandığı dövr isə bu son Tuncdur. Sənətkarlığın əsas məşğuliyyət olması Eneolit dövrü, sənətkarlığın yeni sahələrinin yaranması isə Neolit dövrüdür. Əsas məqamlar və incə məqamlardır ki, bunları yadda saxlamaq lazımdır. Son Tunc dövrü dəmirdən geniş istifadə, bunu da qeyd elədik. Və son Tunc ilk dəmir dövründə ibtidai, yadda saxlayırıq ki, icma quruluşu dağılmış oldu. Və ibtidai icma quruluşunun dağılmasında müxtəlif səbəbləri var. Cəmiyyətin varlı və yoxsullara parçalanması, təbii ki, təbəqələşmə, yeni tayfa ittifaqlarının meydana gəlməsi idi. O cümlədən bunu da qeyd edə bilərsiniz ki, siz, məsəl üçün, kurqan tipli qəbirlər var idi ki, bu da hansı ərazilərdə idi? Bunu da yazaq. Oğuz ərazisində idi. Oğuzda biz Kərimlinin adını çəkirik. Daha sonra Qarabağ ərazisində Xocalı idi. Digər bir nüans isə bundan ibarət idi ki, əvvəlki kitablarda Borsunlu, Sarıçoban, Xankəndi kurqanlarının adını qeyd edirdik. Əhali arasında təbəqələşmə bu da ibtidai icma quruluşunun dağılmasına xəbər verən, məlumat verən hadisələrdən biridir. Bu da Tunc dövrünün ümumi mərhələləri, bir də əhali arasında təbəqələşmənin orada qrafik incində 4 əsas məqam, izafi məhsul istehsalı, əkinçilik mallarlıqdan ayrılması idi. Təbii ki, metal emanlı, izafi məhsul istehsalı edərkən metal emanlı qeyd edirik. Bu günlük bu qədər. Hələlik gələn dərslərdə görüşərik.